Salam, hər vaxtınız xeyir olsun. Gəlin bugün bu cümləni necə düzgün ingilis dilinə çevirə biləcəyimizə diqqət eləyək. Baxın, bu hissədən başlayıram. Gözləməzdim. Kim gözləməzdi? Mən, I, düzdürmü? Gözləmək feilini biz keçmiş zamanda yazmalıyıq, həm də inkarda yazmalıyıq. Keçmiş zamanda biz hansı köməkçi feildən istifadə edirdik? Did və inkarda yazırıqsa not əlavə edəcəyik bura. I didn't expect gözləmək feilimiz olacaq. Expect. Nəyi? Bunu this. Bura əlavə edəcəyik. Səndən gözləməzdim. Buradakı dan olacaq from və sən olacaq əlavə edəcəyik bura. Baxın bu hissəyə. İndi bu sözləri tam sağdan sola, yəni eyni qayda ilə sıralamasını belə yazacağıq. Yəni cümləmizin düzgün olması üçün təbii ki. I didn't expect this from you. Bax, bu cür olacaq bizim cümləmiz. Bunun yerinə, məsəl üçün, fromdan sonra, you'dan sonra gələn, deməli, ondan gözləməzdim demək istəyiriksə, məsəl üçün, her, qadın cinsində və yaxud kişi olaraq him, ondan gözləməzdim deyiriksə, bəli, bu sözləri dəyişə bilərik. Həmçinin burada zamanlar da dəyişə bilər, cümlənin kontekstinə uyğun olaraq. Bu qədər əziz izləyicilər, düşünürəm ki, sizin üçün yararlı oldu. Əgər videonu bəyəndinizsə, ingilis dili öyrənən dostlarınızla paylaşmağı unutmayın. Növbəti dərs izahlarında görüşəndək sağ olun.